Hörmətli Ədalət müəllim, müəllim professor heyəti, əziz tələbələr, məzunlar, ilk öncə hamınızı İqtisad Universitetinin 95 illik yubiley münasibəti ilə təbrik edirəm. Bu təhsil ocağı müxtəlif illərdə fərqli adlara malik olmuşdur. Öncədən Xalq Təsərrüfatı İnstitutu və ya xalq arasında narxoz kimi tanılan və sonradan adını dəyişmiş İqtisad Universiteti və ya UNEK kimi inkişaf etdirilmişdir. Ölkəmizdə ən çox tələbə sayına malik olan universitetlərdən biridir və buna baxmayaraq ildən ilə təhsilin səviyyəsi artır. Və məhz bu artıma görə, bu irəliləyişə görə universitet dünya reytinqlərində irəliləməyə başlamışdır. Təbii ki, bütün bu işlər son illər ərzində görülən işlərin nəticəsidir və bu işlərdə təbii ki, dövlət, ölkə başçısı cənab İlham Əliyevin da həm gənclərə, həm də təhsilə olan dəstəyin nəticəsidir. 5 ildən sonra artıq universitet öz 100 illiyini qeyd edəcək. İnanıram ki, bu 5 il ərzində yeni uğurlar əldə edəcəksiniz. Hər birinizi bu yubiley münasibəti ilə bir daha təbrik edirəm və yeni uğurlar arzu edirəm.